Mayın 2-də Azərbaycan Velosiped Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin İnzibati binasında keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Gənclər və İdman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra Federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib. Tədbirdə Federasiya prezidenti Mədəd Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb. Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. Silkway şirkətlər qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib. Sahib Ələkbərov birinci vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülməliyev, Emin Mustafayev, Albert Petersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər. Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.